qızlar, bu gün mən sizə danışacağam nətər cızqınlardan qurtulmaq, nə doğru kömək edir özü təmiz eləmək və niyə lazımdır almaq 1000 dənə kosmetika. Başlayaq. Cızqınları müalicə eləməkdən qabaq lazımdır bilmək olar nədən əmələ gəlir. Məsəl üçün, ən böyük problem ola bilər hormonlar, çox zaman podroska yaşında. İkinci, siz düz yemək yemirsiniz. Məsəl üçün, çox yersiz şirniyyat və fast food ya da süd produktları. Stres, bəli, stresə görə bizim üzümüzdə çox dəyişikliklər olur. Kir, məsəl üçün, paduşkanın üzün lazımdır həftədə bir dəfə dəyişdirmək. Ona görə ki, yağ, toz, tər yaradır bakteriyalar, onlara da görə adamın üzündə cızqın və akne dünyaya gələ bilər. Düz olmayan dəriyə qulluq. Məsəl üçün, biz baxırıq TikTokda cürbəcürə kremləri görürük, gedirik onların hamısını alırıq, axırda da onlar bizim üzümüzü ondan da pis eləyirlər. Ya da effekt olur çox qısa vaxtda, yəni ki, heç nə dəyişilmir. 1-2 həftə öz təmiz olur, sonra yenə prişiklənir. Если sizin üzünüzdə cızqın çoxdur, yəni ki, sizin üzünüzdə aknedir, lazımdır getmək həkimin yanına. Ən birinci dermatoloqun yanına. O sizə kömək eləyəcək tapmaq sizin üzünüzə aid kosmetikanı. İkinci sizə lazımdır endokrinoloq. Endokrinoloq yoxlayacaq sizin hormonlarınızı. Üçüncü həkim gastroenteroloq. O sizin mədə-bağırsaq yolunuzu yoxlayacaq. Həkimlərdən qorxmaq lazım deyil. Onlar bizə doğru kömək eləyirlər. 21-ci ildə mənim üzümdə bir xeyləm cızqın var idi. Mən də TikToka baxıb blogerlərin məsləhətlərindən sonra 1000 dənə kosmetika, sıvıratka, penka, tonik, enzimная pudra, cürbəcürə şeylər alırdım, üzümə yaxırdım. 1-2 həftə üzüm təmizlənirdi, sonra təzədən cızqınlar qayıdırdı. Elə zaman əvvəldən də çox cızqın olurdu. Nə mənə doğru kömək elədi? Ən birinci, mən vaz keçdim bütün şirniyyətdən, azaltdım fast foodu, azaltdım süd produktlarını. Mən bilirəm, onlar çox dadlıdır, amma onları lazımdır biraz azaltmaq. İkinci, mən başladım içmək çoxlu su, yemək meyvə tərəzi və içmək omega-3. Omega-3 çox dəriyə kömək edir. Ondan sonra mən atdım o yana bütün kosmetikanı. Məndə qaldı bir dənə üz yumaq geli, demakiyaj gelim, gündüz kremi, gecə kremi, həm də həftədə bir dəfə ya da 2 dəfə eləyirəm maska. Qlinenli maska üzü təmizləmək üçün, tkanivli maska üzü uvlajnət eləmək üçün. Həm də çox vacib, mən həftədə 2 dəfə ya da həftədə bir dəfə paduşkanın üzünü dəyişdirirəm. Çox zaman blogerlər bizə göstərirlər göyçək korobkalı kosmetikalar və deyirlər bunlar sənə 100% kömək eləyəcək. Amma o elə deyil. Lazımdır üzə eləmək eksperiment. Sizə lazımdır bilmək niyə görə üzünüzdə cızqın əmələ gəlir, düz yemək yemək, həm də sizin üzünüzə aid kosmetika almaq. Vəssalam. Çox sağ olun videonun axırınacan baxdığınıza görə. Mən dediyim sovetlərə qulaq asın, попробовать edin, sonra kommentariyada yazın sizə kömək elədi ya yox. Ya da öz istoriyası nətər siz cızqınlarla, akne ilə müharibə eləyib utduğunuz istoriyaları bizə danışın. Ola bilsin kimsə oradan özünə nəsə bir götürər. Çox sağ olun. Qoyun like bu video, подписка edin kanala. Görüşərik başqa videolarda.